Əsl kişi belə davranar. Qız bu 5 davranışı edirsə səndədir. Sevgilin sənə yazmırsa, deməli artıq səni istəmir. Kişiyə çox dəyər verən qadını kişi saymaz. 30 yaşına qədər ev, maşın, biznes qurmadınsa gecdir. Hisslərini göstərmə, zəif görünərsən. Səhər 5-də durmursansa, uğurlu ola bilməzsən. Son vaxtlar sosial mediada inkişaf adı ilə yayılan belə videolar əslində tək bir şey edir. Beynini yavaş-yavaş zəhərləyir. Sən fərqinə varmadan özünə aid olmayan rolları normal kimi qəbul etməyə başlayırsan. Bu cümlələr sənə həyat öyrətmir. Səni özündən, öz ritmindən, öz dəyərlərindən uzaqlaşdırır. Bu kontentlərin məqsədi səni gücləndirmək deyil, səni özündən şübhələndirməkdir. Çünki insan özündən şübhə edəndə daha çox dinləyir, izləyir və daha asan manipulyasiya olunur. Bu videolar beynində iki əsas şey yaradır. Birinci müqayisə. Özünü yad qəliblərə vurmağa başlayırsan. İkinci yetərsizlik hissi. Sanki hamı öndədir, bircə sən geri qalmısan. Həyat bir ideal versiya yarışması deyil. Hər kəsin yolu fərqlidir. Səni inkişaf etdirən şey başqalarının dediyi qaydalar yox, özünün qurduğu dəyərlərdir. İzlədiyin videolar ya səni gücləndirir, ya da səni özündən uzaqlaşdırır. Ona görə hər eşitdiyini qəbul etmə. Həyatının səsi kənardan gəlməməlidir, içindən gəlməlidir.